hədislərə müraciət edəndə görürük ki, axirət zamanda dini qoruyub saxlamaq həqiqətən çox çətin olacaq. Bunun amilləri nədir? Bu bir bəhsdir. Amma həqiqətən çətin olmağı barəsində bizim imamlarımızın, necə deyirlər, xətər elan ediblər. Mən bir hədis qeyd eləmişəm burada. İmam Kazım əleyhissalamdan buyurur ki, İza fuqidəl xamisu min vuldis sabi, işarədir İmam Məhdi əleyhissalama ki, yəni İmam Həsən Əskəri əleyhissalam dünyasını dəyişəndən sonra ki, qeybət dövrü başlayacaq. Fəllah, Allah fi ədyanikum. Bu Allah həqiqətdə o xətər nişanəsidir. Necə ki, İmam Əli əleyhissalamın vəsiyyətnaməsində var, Allah fil ciran, yəni qonşularınızdan müğayət olun. Bu ki, fəllah, Allah fi ədyanikum. Yəni dininizdən müğayət olun. La yezillənnəkum ənə. Heç bir şey sizi dininizdən azdırmasın, dininizdən uzaqlaşdırmasın. Və İmam Sadiq əleyhissalamdan da bu barədə hədisi vardı. Buyurur ki, İnnə li sahibi hazəl əmr qeybətən. İmam Məhdi əleyhissalam üçün uzun müddətli qeybət olacaq. Əl-mütəməssüku fiyha bidinihi. Hər kəs bu şəraitdə, bu qeybət dövründə öz dinindən möhkəm yapışarsa, bu bilirsiniz nəyə bənzəyir? İmam bənzətmə edir. Bu ki, kəl-xariti lil-qətat. Adətən fiqh kitablarda mahal şey barəsində bunu misal vururlar da. Buyurulur ki, xərtül-qətatın qısa mənası bundan ibarətdir. Elə bir tikanlı ağacdır ki, o tikanlı ağacda ki, tikanlar vardır, özdə tikanlar da möhkəm olur, rahat şəkildə o ağacdan qopmur. Onu əllə, yəni boş əllə aşağı çəkmək nə qədər çətindirsə, qeybət dövründə dini saxlamaq bu qədər çətindir. Həqiqətən də çətindir. Sizə işarə edilir. Bir sıra hədislərdə var ki, insan necə eləyə, çox çətinliklə eləyə bilər, əlinin içərisində bir alov parçasını, bir od parçasını saxlasın. Bu qədər insan əlini yandırar da, dini saxlamaqda bu qədər çətindir.